Deyir, alqoritmin hansı növü verilmiş blok sxemində təsvir olunub? Bax, uşaqlar. Sizcə bu xətti alqoritm ola bilər? Xeyr Xeyr. müəllim. Niyə? Səbəb? Xəttdə ardıcıl olur, şərt olmur. Bax, xəttidə bu hissə olmur. Bu olmamalıdır. Demək, xətti alqoritm deyil. Bax, qarışıq deyilən alqoritm növü yoxdur. Daha sonra ardıcıl deyilən növ yoxdur. Qaldı xətti, budaqlanma, bir də ki, dövrü. Demək, burada romb olduğu üçün, şərt olduğu üçün xətti də deyil. Budaqlanmada demişdik ki, budaqlanma alqoritmində bu formada olmalıdır. Rombdan hər iki qol aşağı getməlidir. Amma burada isə, bax, qolun biri aşağı gəlir, amma biri isə yuxarı qayıdır. Yuxarı qayıdır ki, bu təzdən neynəsin? Baba, bu hissə təzdən dövr eləsin. Ona görə bu olacaq dövrü. Yadda saxlayın, qolların ikisi də aşağı gəlirsə, bu budaqlanmadır. Qollardan hər hansısa biri aşağı, digəri isə yuxarı qalxırsa, bu isə artıq dövrüdür. Aydındır? Bəli, mənim aydın. Sonra növbəti sual. Məndə elə axırlardadır. İlk 10 dənədən varmı başqa sual? 20-yə qədər. Harada var sual? Otuza qədər. 40-a qədər. 30 vardır abi. 30. Hı. 30-da deyir ki, blok sxem şəklində təsvir olunmuş alqoritmin fraqment icrası zamanı dövrlərin sayını istəyir. Dövrlərin sayını istəyirsə, uşaqlar, alqoritm artıq təyinatını çıxarda bilirsinizmi? Yəni, hesablamadan başa düşə bilirsinizmi? Bu hansı işi yerinə yetirir hesablamanı? Bizdən dövrlərin sayını istəyir. Dövrlərin sayını istəyirsə, yaxşı işləyək. Demək, birinci addımda J-nin qiyməti nədir? J-nin qiyməti 0-dır, I-nin qiyməti 1-dir, A-nın da qiyməti neçədir? 5-dir. Gəlirik şərtdə. Şərtdə nə deyir bizə? Şərtdə deyir ki, I kiçikdir 4-dən, I-nin qiyməti 1-dir. Yəni, deyir 1 4-dən kiçikdir, deyirəm hə. 1 4-dən kiçiksə, bax, hər cavabını alanda mən işləyəcəm bu hissəni. Mənim dövrümün sayı, bax, bu hər cavabından asılıdır. Çünki, bax, bu blok sxem gəlir, bu xətt. Baba, təzdən bax, qayıdır yuxarı, bax, təzdən bu hissəni yerinə yetirir. Ona görə də neçə dənə hər cavabını alacaqsansa, sənin o qədər dövrün olacaq. O zaman A-nın qiyməti nə olacaq? A-nın qiyməti əvvəl 5 idi. 5-in üzərinə gələcəm 2-ni, eləyəcək 7. Yenidən A-nın qiymətini vuracam 2-yə. 7 vurulsun 2, olacaq 14. İ-nin də qiymətini bir vahid artıracam. 1 idi, üstünə də 1 gələcəm, bu da olacaq 2. Yenidən qayıdıram dövrə. Yenidən dövrə qaydanda J-nin qiyməti dəyişməyib, elə olduğu kimi J-nin qiyməti olacaq 0. I-nin qiyməti bir vahid artıq oldu 2. A-nın da qiyməti artıq oldu neçə? A-nın qiyməti artıq oldu 14. Alqoritmdə dəyişən yeni qiymət alınır, köhnə qiyməti yadından çıxardır. Sonra keçdik yenidən şərtə. Deyir ki, I kiçikdir 4-dən, I-nin qiyməti 2-dir. 2 4-dən kiçikdir, deyirəm hə. O zaman A-nın qiyməti nə olacaq? A-nın qiyməti 14 idi. Üstünə gələcəm 2-ni, eləyəcək 16. Daha sonra A-nın qiymətinin 2 qatını tapacam. Çünki burada A vurulsun 2-dir. 16-nı da 2-yə vuranda bu bizə verəcək 32-ni. I-ni də bir vahid artıracam. 2 idi. Üstünə də 1 gələcəm. Olacaq 3. Sonra keçdim növbəti. Sonra J olacaq 0. I-nin qiyməti artıq oldu 3. A-nın da qiyməti oldu 32. Yenidən şərtə baxacam. Şərtdə deyir ki, yenə I kiçikdirmi 4-dən? Yəni 3 4-dən kiçikdir, deyəcəm hə. I 4-dən kiçikdirsə, o zaman A-nın qiyməti nə olacaq? A-nın qiyməti 32 idi ən son. 32-nin üstünə gələcəm 2-ni. Eləyəcək 34. Növbəti addımda 34-ü vuracam 2-yə. 34-ü 2-yə vuranda eləyəcək 68. Daha sonra I-nin qiymətini yenə bir vahid artıracam. 3 üstə gəlsin 1, eləyəcək 4. Bu elədi 4. Yenidən qayıdıram yuxarı. J olacaq 0, I oldu 4, A-nın da qiyməti oldu 68. Yenə şərtdə yoxlayıram. I 4-dən kiçikdirmi? Yəni 4 4-dən kiçikdir, deyirəm yox.
Yox olanda artıq mən gedirəm hara? Yox olanda gedəcəm bu hissəyə. Burada mənə nə qarşılayır? Burada mənə qarşılayır ki, deyir J-nin qiyməti 5-dən kiçikdir. Yəni J kiçik bərabərdirmi 5-dən? J-nin qiyməti nədir? J-nin qiyməti olsa heç vaxt dəyişmir, belə 0-dır. Deyirəm ki, 0 kiçik bərabərdirmi 5-dən? Deyəcəm hə. Hə olanda baxacam bu hissəyə, artıq yoxa baxmayacam. O zaman məni qarşılayan nədir burada? Deyir ki, o zaman A bərabərdir. A vurulsun 4, yəni 68 vurulsun 4. 68 də 4-ə vuranda 2, 272. Məndə deyirdi ki, dövrlərin sayını tapın. Dövrlərin sayı nədən asılıdır? Dövrlərin sayı mənim hə cavablarımdan asılıdır. 1 hə, 2 hə, bir də 3-cü hə. Bu hə yox ha, bu yox. Hə, dövr bax bu hissədədir. Bax, dövr eləyən bu hissədir. Bax, bu hissə dövralı qərtimdir. Bu hissə dövrüdür. Amma bu hissə isə budaqlanma alqaritmidir. Niyə budaqlanmadır? Çünki bu hissə görürsünüz, bax bir dəfə yox da bir dəfə işlənəcək, hə də bir dəfə işlənəcək və birbaşa gələcək çapa. Məndən dövrlərin sayını istəyəndə dövrlərin sayı birinci dövr, ikinci dövr, bu da üçüncü dövr. Ümumilikdə 3 dənə dövr var. Qiymətimiz 272-dir. 3 dənə dövr var. Bunun təyinatını belə də tapa bilərdiniz də, dövrlərin sayını işləmədən. Bax, i-nin başlanğıc qiyməti neçədir? 1-dir. Hər dəfə də özü məndən şərt qoyub ki, i nədir? 4-dən kiçik olsun. Hər dəfə 4-dən kiçik olanda i-ni bir vahid artıracam. Bax, i-nin başlanğıc qiyməti 1-dir. 1 4-dən kiçikdirmi? Deyəcəm hə. Sonra təzə i olacaq 2. 2 4-dən kiçikdir. Bax, 1 4-dən kiçikdir. 2 4-dən kiçikdir. Daha sonra 3 4-dən kiçikdir və soruşuram ki, 4 4-dən kiçikdir, deyəcəm yox. Ümumilikdə bu şərti ödəyən neçə dənə hal var? 3 dənə hal var. Ona görə də 3 dənə dövr olacaq. Aydındır? Bəli. Əla. Növbəti sual. 40. Bizdə faiz nəyi göstərirdi? Faiz nə idi uşaqlar? Bölməkdir də. Qalıq. Necə bölmə? Qalıq. Qalıqlı bölmə. Bölmədən alınır. Bir dənə drop. Qalıqlı idi. Bizdə burada A ilə B-nin giriş qiymətləri hazır verib. A-nın qiyməti 10-dur, B-nin də qiyməti 28-dir. Demək, A-nın qiyməti 10, B-nin də qiyməti 28-dir. Bax, bu vardır. Bax, bu nə blok idi? Bu giriş blokudur. Bu giriş blokusa demək A-nın qiyməti 10, B-nin qiyməti 28-dir. O zaman başlayıram. Deyirəm ki, məndən nə istəyirdi? Bir dənə suala baxın. S dəyişənin qiymətini müəyyən edin. Yaxşı. Demək, A-nın qiyməti 10, B-nin də qiyməti 28-dir. S-in qiyməti nədir? S-in qiyməti 0-dır. Gəlirəm şərtə. Şərtdə nə deyir mənə? Deyir A kiçik bərabərdir B-dən. A-nın qiyməti 10-dur da. Deyirəm 10 kiçik bərabərdirmi 28-dən? Deyirəm hə. Hə olanda hara baxıram? Hə olanda bu hissəyə baxacam. Hə olanda bax gəlir mənə yenidən şərt qarşılayır. Bu şərtdə nə deyir? Deyir A-nın qiymətini 7-yə böləndə qalıqda 0 olsun. Bax bu nə deməkdir? A-nın qiymətini 7-yə böləndə qalıqda 0 olması nə deməkdir? Yəni onu 7-yə böləndə deyir qalıqda 0 eləyir. Onu 7-yə böləndə neçə eləyir qalığı? Qalığı eləyir 3. 3 0-a bərabərdir deyirəm yox. Yəni bu hissənin hər cavabına gedəcək 7-yə bölünən ədəd, A-nın 7-yə bölünən ədədləri qalıqsız. B-yə gedəcəksə A-nın 7-yə qalıqla bölünən ədədləri. O zaman A-nın üzərinə gələcəm 1. Çünki mən yox cavabı aldığım üçün yoxa gedəcəm. A bərabərdir. A-nın qiyməti 10-dur. Onun üstəli 1 gələcəm. Eləyəcək 11. Təzədən qayıdıram. Bax, baba bu hissədən qayıdıram hara? Qayıdacam yuxarı. Təzədən dövrə qaydanda yenə deyəcəm ki, artıq A-nın qiyməti oldu 11. B-nin qiyməti dəyişmədiyi üçün olacaq 28. Deyir A kiçik bərabərdirmi B-dən? Yəni 11 kiçik bərabərdir 28-dən. Deyirəm hə. Hə olanda yenə məndən soruşacaq 11-i 7-yə böləndə qalıq 0 eləyir. 11-i 7-yə böləndə qalıq 4 eləyir. 4 0-a bərabərdirmi? Deyirəm yox.
Buranın cavabı yox olacaq. Yox olanda yenə niyə işləyəcəm? Yox olanda A-nı yenə bir vahid artıracam. A-nın qiyməti 11 idi. 11-in üstünə də 1 gələndə eləyəcək 12. Yenidən dövrə qayıdıram yuxarı. A-nın qiyməti elədi 12. B-nin qiyməti də 28-dir. Yenə deyir A kiçik bərabərdirmi B-dən? Yəni 12 kiçik bərabərdirmi 28-dən? Nə deyəcəm? Deyəcəm hə. Hə olanda nə edəcək? Yenə A-nı yoxlayacaq. Deyəcək yenə 12-ni 7-yə böləndə qalıq 0 eləyəcək. 12-ni 7-yə böləndə eləyəcək 5. 5 0-a bərabərdir. Deyəcəm yox. Yox olanda yenə A-nı bir vahid artıracam. 12 idi. 12-nin üstünə 1 gələcəm. Olacaq 13. Yenə qayıdacam dövrə. Artıq A-nın qiyməti oldu 13. B-nin qiyməti oldu 28. Deyəcəm 13 kiçik bərabərdirmi 28-dən? Deyəcəm hə. Hə olanda yenə keçirəm ikinci şərtə. İkinci şərtdə deyəcək ki, 13-ü 7-yə böləndə qalıq 0 eləyir. 13-ü 7-yə böləndə qalıq eləyəcək 6. 6 0-a bərabərdir. Deyəcəm yox. Yox olanda yenə A-nı bir vahid artıracam. 13 idi. 13-ün də üstünə 1 gələcəm. Olacaq 14. 14 olan zaman yenidən artıq A-nın qiyməti oldu 14. B-nin qiyməti də oldu 28. Yenidən yenə birinci şərtdə yoxlayacam. Deyəcəm 14 kiçik bərabərdirmi 28-dən? 14 28-dən kiçik bərabərdir. Deyəcəm hə. Hə olan kimi yenə deyəcək 14-ü 7-yə böləndə qalıq 0 eləyir. 14-ü 7-yə böləndə qalıq 0 eləyir. 0 0-a bərabərdir. Deyəcəm hə. Hə olanda nə edəcək burada? Hə olanda S bərabərdir. S-in başlanğıc qiyməti 0-dır. 0 üstə gəlsin 7. A da nəyə bərabərdir? Yəni A-nı bir vahid artıracam. 14 üstə gəlsin 1. O da eləyəcək 15. Bax, uşaqlar, bu hissə, bax, hə cavabına nə vaxt getdi? Məndən cavabda S-i istəyir də. S də nədən asılıdır? S də bax, buradan asılıdır, düzdür, buradan. Burada nədir? Hər dəfə S-in başlanğıc qiyməti 0-dır, həmişə 0-ın üstünə A-nın qiymətlərini gələcəm. Bax, A-nın qiyməti, yəni mən burada hə cavabına nə vaxt getdim? Hə cavabına o zaman getdim ki, A-nın qiymətini 7-yə böləndə qalıq nə olsun? 0 olsun. Demək mən ondan, bax bu dövrdə nə vaxt mən yoxa gedəcəm? Bu dövr nə deməkdir? Yəni A, B-nin qiyməti görsəz heç vaxt dəyişmir də. Yəni A kiçik bərabərdir 28-dən. Mən ta A-nın yerinə 29 qoyana qədər, bax 29-u qoyanacam. Mən burada artıq deyəcəm yox cavabını. Nə deməkdir? Yəni 10 qiymətindən ondan ta 28 daxil olmaqla 28-ə qədər olan bütün qiymətləri bir-bir yoxlayacam. Həmin verilmiş bunlar A-nın qiymətidir. Həmin qiymətlər içərisində burada şərt qoy baxı. Çünki S bunun şərtin içində işləyir. Burada şərt qoyub ki, əgər A-nın qiyməti 7-yə qalıqsız bölünürsə, həmin qiyməti gəl S-in üzərinə. A-nın qiymətləri içərisində 7-yə qalıqsız bölünən, onlar 28-ə qədər hansı rəqəmlər var? Var 14, daha sonra var 21, bir də neçə var? 28. Demək, mən S-in üzərinə, 0-ın üzərinə gələcəm 14-ü, daha sonra gələcəm 21-i və daha sonra da gələcəm 28-i. Bunlar da mənə neçə verəcək? 21 ilə 28 toplayanda eləyəcək 49, 59, bu da eləyəcək 63. Bizim cavabımız S-in qiyməti olacaq 63. Aydındır mı? Bəli, müəllim. Kəs aydındır. Uşaqlar, alqoritmi işləyəndə işləyə-işləyə getmir. Bir işləyəndə baxın ki, mən bu cavabı nəyə aldım? Mən niyə görə həyə getdim? Mən niyə görə yoxa getdim? Nə zaman hə qiymətini alaram? O detallara fikir verin. Həm də bir şeyə həmişə fikir verin. Bax, bizdən S istəmir. S harda işlənir? Bax, S burada işlənir, düzdür? S nədən asılıdır? S asılıdır, bax, bu şərtin həsindən. Buradan buranı silim, çox burada yazmışam. Bax, nəyə fikir verirsiniz? Məndən S-i istəyir. S-i də hesablaması bax, burada gedib. Düzdür? Baba, bu burada gedib. Bu bundan asılıdır. S-lə nə vaxt alacam? Bax, bu hə cavabının. Bu hə cavabı da nə deməkdir? Bax, bunu analiz eləsək. A-nı faizlə 7-yə böləndə cavab qalıq 0 olsun. O demək ki, bu A 7-nin nəyi olmalıdır? Bölənləri olmalıdır. Bölənləri yoxsa bölünənləri?
7-nin bölünənləri olmalıdır da. Yəni A-da elə bir ədəd verməliyəm ki, həmin ədədlər 7-yə bölündə qalıqdan alınsın, sıfır alınsın. Ədədlər də hardan başlayırdı? Ədədlər də başlayırdı neçədən? 28-də bax dayanırdı. Çünki burada A kiçik bərabərdir 1 B verildiyi üçün B-nin qiyməti heç vaxt dəyişmir. O zaman 28 ta 29 qiyməti alana qədər mən bunu davam edəcəm. Ondan 28-ə qədər bizim 3 dənə qiymətimiz vardı. 14, 21, 28. Bunları da cəmi eləyəcək 63. B variantı. Növbəti sual. 41 varmı? Bax 41-in təyinatını kim deyir mənə? Bax 41 nə iş görür uşaqlar? 41-də mənə deyir ki, S-in qiymətini tap da, düzdür? Bax, S-in qiymətini istəyir. Bax, S bax burada işləyir. Düzdür? Mənə bunu yazmışdıq da səhv eləmirəmsə. Bu nəyi hesablayır? S də hardadır? Bax, S-in hesablaması buradadır. S-də nə edir? S-in üzərinə gəlir A-nı. S-in başlanğıc qiyməti nədir? 0. Yəni bu burada nə edəcək? 0-ın üstünə gələcək nəyi? S nədən asılıdır? Bax, bu hə cavabından asılıdır. Düzü, hə almalıyım ki, mən bu S-in üzərinə A-nı gəlim. Hə də nə vaxt alacağım? Verilmiş ədədi, yəni n ədədini 5-ə böləndə qalıqda 0 olsun. Yəni 5-in bölünənləri deməkdir. Hansı bölünən? N də qiyməti 32-dir. Bax, 32-dir. Tam mən 32-dən 50-yə qədər 5-in bölünən, 32-dən 50-yə kimi 5-in bölünənləri hansılardır? 35-dir, 40-dır, yəni 45-dir. Bunların üçünün cəmini istəyir məndən. Növbəti sual. 42 varmı? 42 var kimdəsə? 44 var. Qırxdördə deyir ki, alqoritmin fraqmenti icrasından sonra x və y dəyişənlərinin qiymətini müəyyən edin. X və y dəyişənlərinin qiymətini müəyyən eləmək istəyiriksə, demək, x-in qiyməti başlanğıcda yenə 10-dur. X-in qiyməti 10-dur, y-in qiyməti 15-dir. Gəlirəm şərtə. Deyir ki, şərtdə x kiçik olsun 16-dan. Yəni 10 16-dan kiçikdir. Deyirəm hə. Hə olan kimi gəlirəm ikinci şərtə. Deyir, bəs yaxşı, onda x y-dən böyükdürmü? Yəni 10 böyükdürmü 15-dən? Deyirəm, yox. Yox olan kimi baxıram bu hissəyə. Bu hissədə də mənə nə deyir? Deyir, x-in üzərinə 5 gəl. Yəni 10-un üzərinə 5 gəlirik, olur 15. Y-ı da 3 vahid artırırıq. 15-dən də 3 çıxanda olacaq 12. Təzədən bax, dövr qayıdır hara? Dövr qayıdacaq ən başa. Yenə ən başa qaydanda x-in artıq qiyməti oldu 15. Y-ın da artıq qiyməti oldu 12. Gəlirəm birinci şərtə. Deyirəm, x 16-dan kiçikdir. Yəni 15 kiçikdirmi 16-dan? 15 16-dan kiçikdir. Deyirəm, hə. Hə olanda ikinci şərtə baxıram. Deyirəm, yaxşı, bəs x y-dən böyükdürmü? Yəni 15 böyükdürmü 12-dən? Deyirəm, bu zaman hə. Hə olanda indi bu dəfə bu hala baxacam. Bura baxanda x nəyə bərabərdir? X-in qiyməti 15-dir də. 15-dən çıxıram 2-ni. Bu da eləyir 13. Y-da nə deməkdir? Y-ın qiyməti də 12-dir. 12-ni də üstünə 4 gəlirəm. O da eləyir 16. Düzdür? Bu da elədi 16. Yenidən yenə qayıdıram. Mən nə vaxt dövrdən çıxacam? O zaman dövrdən çıxacam ki, birinci şərtdən, bax bu birinci şərtdən yox cavabını alanda. Demək, x-in qiyməti artıq oldu 13, y-ın da qiyməti oldu 16. Deyir ki, x kiçikdirmi? X kiçikdirmi 16-dan? X-in qiyməti 13 idi də. 13 16-dan kiçikdir. Deyirəm, hə. Bu zaman hə olanda yenə ikinci şərti yoxlayacağam. X böyükdür y-dan. X-in qiyməti 13, y-ın da qiyməti 16-dır. 13 16-dan kiçikdir. Yenə deyirəm, hə. Hə olanda artıq x nəyə bərabər olacaq? 13 çıxılsın 2, eləyəcək 11. Y-ın da qiyməti 16, üstə gəlsin 4. Bu da mənə verəcək 20. 20. Artıq x-in qiyməti oldu 11. Y-ın da qiyməti oldu 20. Yox, x-in qiyməti 11, y-ın da qiyməti 20-dir. Gedirəm yenə birinci şərtə. Deyirəm, bəs x 16-dan kiçikdir. 11 20-dən kiçikdir. Yox, 20-dən yox. Hələ 16-dan kiçikdir. Deyəcəm, hə. Hə olanda x bəs böyükdürmü y-dan? 11
20-dən böyükdür. Deyirəm yox. Yox olan zaman x-i 5% artıracam. 11-in üzərinə gələcəm 5-i eləyəcək 16. Y-ı da 3% azaldacam. 20-dən də 3 çıxacam. Eləyəcək 17. 17 olacaq. Təzən yenə qayıdacam dövrə. Artıq x-in qiyməti oldu 16. Y-ın da qiyməti oldu 17. Yenə birinci dövrə baxıram. Deyirəm x 16-dan kiçikdir. Deyirəm 16 kiçikdirmi 16-dan? Deyirəm yox. 16 16-dan kiçik deyil. Məndə də x və y-ın istəyir. X və y-ın da ən son qiymətləri neçədir? X 16, y da 17. Vacib variantda var. X 16, y da 17 B variantında. Aydındır? Bəli, müəllim. Bəli, müəllim. Əla. Növbəti sual. Növbəti. 46-nı iş yaza bilmişsiniz? Xeyr, müəllim. Yaxşı, 46-ya baxaq. 46-ya baxarıq da, bəli. 45-i bəs yazmısınızmı? İkisini götürək. 45-i yazmısınız? Bax, 45-də deyir ki, bizə istifadəçinin kalkulyatorunda ancaq 2 dənə əmri var. Ya 2-yə vurur, ya da 2 vahid artırır. Demək, 1-i basanda 2-yə vuracaq, 2-ni basanda isə 2 vahid artıracaq. Mənim də bax, giriş qiymətim bax 7. Bəli, bəli. Mənim də nədir burada? Bax, 1, bax, bu əmri yerinə yetirib də. Bunu daha geniş yazaq. 1, 2, daha sonra yenə 2-ni basıb, 2 dəfə 1-i basıb, bir dənə 2-ni basıb. Bax, bu 7 deyil. Birinci basıb 1-i. 1-i basanı neynəyəcək? 2-yə vuracaq. Yəni 7-ni vurub 2-yə, alıb 14-ü. Daha sonra 2-ni vurub. 2-ni vuranda neynəyəcək? 2 vahid artıracaq. 14-ün üstünə gəlib 2-ni, eləyəcək 16. Daha sonra yenə 2-ni vuracaq. 16-nı da vuracaq 2-yə, eləyəcək 32. Daha sonra 1-i vuracaq. 1-i vuranda bunun üzərinə gələk... Yox. Bir dəqiqə. Mən nəyisə elə bir səhv elədim. Bunu sileyim. Bax, birinci addım elədim. Üstünə 2 gəldim. Bax, bu birinci add 1-dir. Bu 2-dir. Bu elədi 16. 16-nı 2-ni vuranda yenidən üstünə 2 gələcəm. Bu eləyəcək. Bu bölmə deyilir. Sadəcə şeydir. Bu eləyəcək 18. Bax, 18. 18-i indi vuracam 2-yə. 18-i 2-yə vuranda eləyəcək 36. Bu da birinci addım. Daha sonra da 36-nı da vuracam 2-yə. Bu da mənə verəcək. Yox, burada 2 dənə 1 var. Bir dənə də 1 var burada. 1. 2 dəfə 2-yə vurur, sonra axırda üstünə 2 gələcək. Bu da 1-dir. Bu eləyəcək 72. 72-nin də üstünə 2 gələcək. Bu olacaq 2. O da eləyəcək 74. B variantı. Bunun əksi də olur. Son qiymət verir. Deyir, əvvəlki qiyməti tap. Deyir, hansı əməllər ardıcılıqla, tutaq ki, 7-dən, belə sual verərdi. Deyir, 7 ədəd daxil edilib, amma çıxışa 74 verilib. 7-dən 74 alması üçün hansı əməllər ardıcılığı getməlidir ki, bu ardıcılığı soruşa bilərsiniz. 46-da isə deyir ki, uşaqlar, girişə hər hansı bir 3 rəqəmli n ədədi verilib. Bax, tutaq ki, bir dənə n ədədi verilib. Bax, bu 3 rəqəmli A, B, C. 3 rəqəmli ədəd verilib. Deyir, aşağıdakı şərtlər ödənəndə, yəni birinci ədədlə ikinci ədədi toplayanda, yəni A-la B-ni toplayanda, eləcə də ikinci ilə üçüncü ədəd toplayanda, həmçinin B-nin üzərinə C-ni gələndə aldığımız bu cəmlər var, uşaqlar, bax, bu 2 dənə cəmi. Bunların aldığımız bu cavablarını, tutaq ki, bunun cavabı M olsun, bunun da cavabı N olsun. Bu cavabları deyir, azalan sıra ilə deyir, düzün. Yəni, böyükdən kiçiyə düzün. İndi məsələn, bax, bu bizə verib burada 324. Bax, 324-dən əvvəlcə 3 ilə 2-ni toplayanda, 3-ün üstünə 2 gələndə eləyəcək 5. 2 ilə də 4-ü toplayanda, bu da bizə verəcək 6. 6 ilə 5-i azalan sıra ilə düzəndə, bu mənə verəcək 65. Görsən, bax, aldı burada 65. İndi mənə deyir ki, nəticədə alınan ədəd, yəni ən sonda alınan ədəd 1310-dur. Məndən istəyir girişə verilə biləcək ən kiçik ədədin rəqəmlərinin cəmini. Bax, bizdə bu, mən bu 2 dənə ədədi düzmüşəm də azalan sıra ilə. O demək ki, 13 bir rəqəmdir, 10 da bir rəqəmdir. Düzdür? Yəni, o nə deməkdir? Yəni ki,
Bax, burada A, B, C verməmişik. Məsələn, A ilə B-ni toplayanda, bax, A ilə B-ni toplayanda cavabda 13 alıb. B ilə də C-ni toplayanda cavabda 10 alıb. Siz deyə bilərsiniz ki, bəlkə B ilə C-nin cavabı 13-dür, onun fərqi yoxdur. Elə ki, bunların ikisini toplayanda cavabda 13 alıb, bunların ikisini də toplayanda cavabda 10 alıb. Mənə deyir ki, ABC-yə verə biləcəyin ən kiçik qiyməti götür. Bax, biz ən kiçik qiyməti götürmək istəyiriksə, həmişə başlanğıc qiymət var. Bu birinci yerə ən kiçik qiymətimizi verir. Məsələn, mən bura verə bilərəm 1. Yəni 100-lük olsun da. Bax, mən bura 1 versəm, 1-in üstünə 12 gəlsəm 13 eləyər də, düzdür? Mən bura B-nin yerinə bir rəqəmli ədəd yaza bilərəm də, 12 yaza bilmərəm axı. Mən bura bir rəqəmli ədəd yazmaq üçün 13-ü bura neçə yaza bilərəm? Bax, bura 4 yazsam, əgər 4 yazsam, bax, 4-ün üstünə 9 gəlsəm 13 eləyərəm də, düzdür? O zaman B-ni mən 9 kimi müəyyən eləyəcəm. Çünki ən kiçik ədəd. Bura belə deyim də, 1, 2, 3, 3-ü verə bilmərəm. Çünki mən 3 də versəm, 13-dən 3 çıxanda, bax, bunların cəmidir, bir də bunların cəmi. Bax, bunların ikisinin cəmi 13 eləyib, bu ikisinin də cəmi 10 eləyib. Mən buraya götürüb A-nın yerinə 3 yazsam, 3-ün üstünə gərək mən 10 gəlim ki, 13 eləsin. Mən B-nin yerinə 10 yaza bilmərəm, çünki 3 rəqəmli ədəddir. Demək, müəyyən elədim ki, A-nın qiyməti 4-dür, B-nin qiyməti 9-dur. B ilə C-nin cəmi əgər 10-dursa, B-yə 9 yazmışamsa, avtomatik C-yə də düşəcək nə? 1. C-nin də qiyməti nədir? 1-dir. Mənə deyir ki, bunların cəmini istəyir. Məndən istəyir şərtdə A üstə gəlsin, B üstə gəlsin, C. Yəni 4 üstə gəl 9, üstə gəl 1. Bu da bizə verəcək 14. Cavab 14 eləyəcək. Aydındır. Aydındır. Bəli, müəllim, bəli. Növbəti sual. Növbəti sualınız. 48 müəllim. 48. Alqoritm çətin gəldi sizə. I-nin qiyməti 7-dir. S-in qiyməti 0-dır. F-in də qiyməti 1-dir. Gəlirəm şərtə. Şərtdə nə deyir mənə? Mənə deyir ki, I kiçikdir 20-dən. I 20-dən kiçiksə, I-nin qiyməti 7-dir. Deyirəm ki, 7 20-dən kiçikdir. Deyirəm ki, hə. Hə olanda mən yerinə yetirəcəm bu hissəni. O zaman F-in qiyməti nəyə bərabər? F-in qiyməti 1 idi. 1-i 2-yə vuracam, olacaq 2. I-ni də 3 vahid artıracam. I də 7 idi. 7-nin də üstünə 3 gələcəm, eləyəcək 10. Növbəti addımda artıq I-nin qiyməti oldu 10. S-in qiyməti dəyişmədiyi üçün 0-dır. F-in də qiyməti oldu 2. Yenə şərtdə yoxlayıram ki, I 20-dən kiçikdir. Yəni 10 20-dən kiçikdir. Deyəcəm hə. O zaman F-i neynəyəcəm? Əvvəl 2 idi. Yəni 2-ni də vuracam 2-yə. Olacaq 4. Yəni I-ni 3 vahid artıracam. 10 idi. Onun da üstünə 3 gələcəm. Olacaq 13. Yenidən dövrə qayıdıram. I artıq oldu 13. S-in qiyməti dəyişmədi. Oldu 0. F-in də qiyməti olacaq neçə? 4. Yenidən yoxlayıram. I kiçik bərabərdirmi 20-dən? I-nin qiyməti 13-dür də. 13 20-dən kiçikdir. Deyirəm hə. O zaman F də bərabərdir. F-in əvvəlki qiyməti 4-dür. 4-ü də 2-yə vuranda olacaq 8. I də bərabərdir 13. Üstə gəlsin 2 olacaq 15. Yenidən dövrə qayıdacam. Ta yox cavabını alacam. Bu dövr davam eləməlidir. I-nin qiyməti oldu 17. S-in qiyməti oldu 0. F-in də qiyməti artıq oldu 8. Yenidən şərti yoxlayacam. I 20-dən kiçikdirmi? I-nin qiyməti neçədir? 17-dir. Deyirəm 17 20-dən kiçikdir. Deyirəm hə. O zaman F-i yenə 2 dəfə artıracam. 8 idi. 8 də 2-yə vuranda olacaq 16. I-nin də qiyməti, bir dəqiqə, mən burada I-nin qiyməti 3 vahid artırmışam. Bu ilədir 16. Bir dəqiqə, bu 16. Bu 16-dır. Bu da 16-dır. İndi deyirəm ki, 16-nın üstünə 3 gələcəm, eləyəcək 19. Növbəti addımda
Artıq i-nin qiyməti 19, s-in qiyməti yenə 0 dəyişməyib, f-in də qiyməti 16-dır. Yenə deyirəm ki, i 20-dən kiçikdir. I 20-dən kiçiksə, i-nin qiyməti 19-dur da, 19 20-dən kiçikdir. Deyirəm hə. F-i yenə 2 dəfə artıracam. 16 vurulsun 2, eləyəcək 32. I-ni də 3 vahid artıracam. 19 üstə gəlsin 3, eləyəcək 22. Yenidən dövrə qayıdacam. Dövrə qaydanda i bərabərdir artıq 22-yə. S-in qiyməti dəyişməyib 0. F-in də qiyməti olub 32. Yeni şərti yoxlayacam. I 20-dən kiçikdirmi? Yəni 22 20-dən kiçikdir. Artıq deyəcəm yox. Yox deyə getdisə, artıq keçdim bu hissəyə. Birinci dövrüm qurtardı. Bu mənim birinci dövrüm qurtardı. Keçdim növbəti dövrə. Növbəti dövrə keçəndə artıq f-nə işləyəcəm. F-in qiyməti neçədir? Demək, növbəti dövrə keçəndə mənim qiymətlərim necədir? Mənim f-in qiyməti 22-dir. Yox, 22 yox, 32-dir. Daha sonra başqa nəyim var? S-in də qiyməti 0-dır. Sonra i-nin də qiyməti 22-dir. I-nin qiyməti baxıram, heç burada aşağılarda işləmir. I-nin qiyməti heç ehtiyac da yoxdur. Şərtdə nə deyir? Deyir, f böyükdürmü 0-dan? Yəni 32 0-dan böyükdür. Deyəcəm, hə. Həndirsə, o zaman keçirəm d-ni hesablamağa. D də nəyə bərabərdir? F-i faizlə bölürəm 5-ə. F-i faizlə 5-ə bölmək nə deməkdir? F-in qiyməti 32-dir də. 32-ni mənə deyin görək, faizlə 5-ə böləndə neçə alacam? 2. Bəli, alacam 2. Yəni 32-ni 5-ə böləndə qalıq eləyəcək 2. F-i də tapmaq üçün F-in qiyməti 32 idi də. İndi 32-ni 2 dənə bölmə ilə 5-ə böləndə neçə olacaq? Neçə eləyəcək? 2 bölmə nə idi? 6. Bəli, 6. 32-ni 5-ə böləndə tam eləyəcək 6. 6. S də bərabərdir. S üstə gəlsin D. S üstə gəlsin D. S-in əvvəlki qiyməti neçə idi bizdə? S-in əvvəlki qiyməti 0 idi. 0-ın üstünə gələm D-ni, yəni 6-nı. Bu da bizə verəcək 6. Təzədən yenə dövrə qayıdıram. Artıq F-in qiyməti oldu 6. S-in də qiyməti artıq oldu 6. Gedirəm şərtə yenə. Deyirəm ki, bəs yaxşı, F 0-dan böyükdürmü? Yəni 6 0-dan böyükdür. Deyirəm, hə. Hə olanda D-ni tapacam. F-i böləcəm. 6-nı yenidən böləcəm 5-ə qalıqla. 6-nı qalıqla 5-ə böləndə eləyəcək 1. 6-nı F-də isə 6-nı 2 bölməklə böləcəm 5-ə. 6-nın içində 5 neçə dəfədir? 1 dəfədir. S-də nə olacaq? S-in sonuncu qiyməti 6 idi burada. 6-nın da üstünə gələcəm D-nin qiymətini, yəni 1-i. Bu da bizə verəcək 7. Yenidən dövrə qayıdacam. Yəni F-in qiyməti artıq oldu 1. S-in qiyməti artıq oldu 7. Yenidən şərti yoxlayıram ki, F 0-dan böyükdürmü? 1 böyükdürmü 0-dan? Deyəcəm hə. Hə olanda artıq D-nin qiyməti 1-i böləcəm 5-ə. Yadınızda saxlayın, hər hansı 2 ədəd bir-birinə böləndə qalıqla istəyirsə, birinci ədədin, bax bu birinci ədəd, ikinci ədəddən kiçikdirsə, sənin cavabın elə birinci ədəd olacaq qalıqda. 1-i 5 qalıqla böləndə eləyəcək 1. F-də isə 1-i 2 bundan 5-ə böləndə 1-in içində 5 var, yoxdur. Bu isə 0. Bax, bu qalıqla böləndə əgər birinci ədədin ikinci ədəddən kiçikdirsə, cavab birinci ədəd götürəcəksən. 2 bölməklə birinci ədədi ikinci ədədə böləndə birinci ədədin ikinci ədəddən kiçikdirsə, elə cavab olacaq 0. Yəni 1-in içində 5 yoxdur da. S də olacaq nə? S-in sonuncu qiyməti 7 idi. 7-nin də üstünə gələcəm D-ni, yəni 1-i. Bu da bizə verəcək 8-i. Növbəti addımda F-i yoxlayacam. F-in qiyməti oldu 0. S-in də qiyməti oldu. Haradasa səhv getmişəm elə bir. S-in də qiyməti 8-dir. Deyir, F 0-dan böyükdür. Deyəcəm, yox, heç nə deməyəcəm. F-in qiyməti nədir? 0-dır. Deyirəm, 0 0-dan böyükdür. Deyəcəm, yox. Yox olsa S-ə gedir çapar. Bir dəqiqə, bu 8-i aldığı biz. 32. 32-ni 5-ə böləndə elədi 2. 32-ni 5-ə böləndə elədi 6. Bu elədi 6.
6-nı 5-ə böləndə 1, 6 üstə 1, 7. 7-ni də 5-ə böldüm qalıqla. Belədir 8. Mən səhvə harada getdim? Səhvə harada getmişəm uşaqlar? Görürsünüz səhvə? Haradasa hesablamada səhv getmişəm. 7, 0, 1. 7 kiçikdir. 2, 2, 4, 8, 16, 32. 32. 30 getmişəm də. Eyni qiymət 10, 7, 10, 13, 16, 19, 22. 7 20-dən kiçikdir. Kiçikdir. 7 elə bir ki, 7 ondan 7 20-dən kiçikdir. Deyirmişəm hə. Daha sonra 3-ü artırmışam dostlar. 10 kiçikdir 20-dən demişəm hə. Daha sonra 13 kiçikdir 20-dən demişəm hə. Sonra 16 kiçikdir 20-dən demişəm hə. Sonra 19 kiçikdir 20-dən demişəm hə. 22 kiçikdir 20-dən demişəm yox. Hər dəfədə f-in qiyməti 1 idi. 1 vurulsun 2, 2, 4, 8, 16, bu da elədir 32. Bu elədir 32. F-dən istəyəndə 32 sıfırdan böyükdür. Hə. 32-ni bölmüşəm 5-ə. 32-ni 5-ə böləndə qalıq eləyir 2. 32-ni 5-ə tam böləndə eləyir 6. Bu elədir 6. Tezdən qalxmışam yuxarı. D-nin qiyməti elədir 2. Burada səhv getmişəm də. Bizdə burada S-in üzərinə D gəlmişəm də, düzdür. Mən burada D-nin qiyməti 2-dir. O zaman 0 üstə 2 gələndə eləyəcək 2. 2. Sonra S-in qiyməti elədi 2. Bax, burada almışam 2-ni. F 6-dır. Sonra burada da 2-nin üstünə gəlmişəm. D-nin qiyməti 1. Bu elədi 3. S-in qiyməti elədi 3. Daha sonra növbəti addımda 3-ün üstünə gəlmişəm. Yenə 1-i. Bu elədi 4. S-in qiyməti cavab eləyəcək 4. Aydındır. Mən bir S-in üzərinə F-in qiymətini gəlmişəm və birinci addımda ona görə səhv getmişəm. Aydındır sual? Bəli, müəllim. Bəli. Sonra başqa? Bunları düz yazmışsınız. 49. 49 eyni bunun kimi. Müəllim 57 necə olur? Hə, bu qəşəng sualdır. Bax, 57-ni belə işləyirsiniz uşaqlar. Əliyyəti təyinat tipli suallardır uşaqlar. O bizdə imtahana gedə düşür, axı situasiyalar düşür da. Biz alqoritm qurmalıyıq. Alqoritm qurmaq üçün siz bu hissələri, bunları çox işləməlisiniz, təyinatları işləməlisiniz. Bax, bizdə burada nədir? Bizə deyir ki, n natural ədədi üçün alqoritm icrasından sonra hansı ifadənin qiyməti tapılacaq? Bax, burada n-ə giriş qiyməti verməliyik. N-ə özümüzdən məsəl üçün verirəm 3-ü. Həmişə qiymət verəndə 3-dən başlayır, 3 verin ya 5 verin. Ən çox 3 verin. Məsələn, 3 addımdan misalı tutmaq olur, təyinatını başa düşmək olur. Amma elə misal var ki, 3 addım gedirsən, başa düşmək olmur. Onda 5 addım gedin. Daha ora n-ə özünüzdən 20-30 verməyin. Neçə vermişsiniz, o qədər təsəvvürü təkrar getməlisiniz. O qədər hesablama aparmalısınız. Mən n-ə 3 vermişəm. N-ə 3 verəndə S-in qiyməti 0-dır, K-nın da qiyməti 1-dir, I-nin də qiyməti 1-dir. N-in qiyməti nə olacaq? N-in qiyməti olacaq burada 3 vurulsun 2, 3 vurulsun 2.
çıxılsın 1. 3-ü 2-yə vuranda 6, 6-dan da 1 çıxanda 5. Yəni bu şərt mənə nə deyəcək? Bu şərt mənə deyir ki, i kiçik bərabərdirmi 5-dən? Bax, yenə başlayıram indi işləməyə. Demək, s-in başlanğıc qiyməti 0-dır, k-nın da başlanğıc qiyməti 1-dir, i-nin də başlanğıc qiyməti 1-dir. Bax, imtahanda bu sual düşür ha, təyinat kimi, kimi, situasiya kimi. Evli bunun cavabını verir sizə, hə? Bu variantlar var idi ya. Bax, elə bir ki, bax, belə verir sizə. Baxın. Bax, sizə bunlardan biri veriləcək. Məsəl üçün, tutaq ki, veriləcək bu, hə? Deyəcək ki, bunun alqoritmini qurun. Bu veriləcək, siz bunun alqoritmini qurmalısınız. Əksinə gedəcəksiniz. Bunlar verilib, bax, buradan gəldim. Bizim şərtimiz nədir? Deyir ki, i kiçik bərabərdir 5-dən. Çünki artıq n-i yerinə 3 qoydum. 2-ni vurdum 3-ə, 5, 6, 6-dan 1 çıxdı 5. i kiçikdir 5. i 5-dən kiçikdirsə, gəlirəm s hesab. Bax, bu təyinatı çıxardanda cavabı birbaşa almayın. S-in qiyməti nədir? 0-dır. 0-ın üstünə, bax, bu s nə deməkdir? Bu s bunu hesab edir. S bərabərdir. S üstə gəlinsin. S üstə gəlinsin. K bölünsün T-dir. Bax, kəsrlə yazsam, bax, bu deməkdir. Bu da nədir? Bax, K bölünsün T. T-nin də qiyməti, T deyilə i-dir. Burada i-dir. T yoxdur. i-dir. K neçədir? 1-dir. 1 bölünsün 1. 1-i 1-ə böləndə eləyir 1. Yəni 0 üstdən 1 gəlir 1 eləyir. Bu elədi 1. Bəs K-nın qiyməti nəyə bərabər oldu? K-nın qiyməti mənfi K-dır. Bax, bizim K-mız mənfidir. Bu da 1 var ha. O 1 də gətirib bura yerinə qoysam 1. Bu mənə nə verəcək? Bu mənə verəcək mənfi 1-i. Növbəti addıma gedəndə artıq S-in qiyməti oldu 1. Daha sonra K-nın qiyməti oldu mənfi 1. Bax, bu isə var ha. Bu isə işarəni dəyişmək üçündür. O toplama çıxma var ha aralarında. O işarələr dəyişmək üçündür. Artıq i-nin qiymətini 2 vayd artıraq. i bərabərdir. i qiyməti 1 idi. 1-in də üstünə 2 gələndə bu da eləyəcək 3. i-nin də qiyməti artıq oldu 3. Gəlirəm yenidən şərtə. Şərtdə deyir ki, i kiçik bərabərdirmi 5-dən? Yəni 3. 5-dən deyir kiçik bərabərdir. Deyəcəm hə. Hə olanda gələcəm S-ə. S-də nə olacaq? S-in əvvəlki qiyməti nə idi? S-in əvvəlki qiyməti 1 idi. Olacaq 1 üstə gəlsin. K-nın qiyməti nədir? K-nın qiyməti var, mənfi 1-dir. Mənfi 1 bölünsün, i-nin qiyməti nədir? 3. Bax, bu bizə nə verir? Bu bizə verir 1 çıxılsın 3-də 1. Daha otur bunu riyaziyyat kimi hesablayıb cavabını almayın. Daha sonra növbəti pillədə i-nin qiyməti yenidən çıxdı. i də bərabərdir. Çünki burada həmişə i-nin üzərinə 2 gələcəksən. i-nin qiyməti 3 idi. 3-ün üstünə də 2 gələndə olacaq 5. Demək, mənim s-imin qiyməti oldu 1 çıxılsın 3-də 1. Sonra k-nın qiyməti nə dəyişmədi? K-nın qiyməti mənfi k idi. K-nın qiyməti burada mənfi 1 idisə, demək olacaq mənfi 1. Mənfi ilə mənfi 1-ə vuranda nə olacaq? Bu mənə verəcək müsbət 1. Bu zaman k-nın qiyməti olacaq müsbət 1. Sonra k-nın qiyməti müsbət 1 olanda i-nin qiyməti də 5 idi. İndi gəlirəm burada şərti yerinə yoxlayacağam. Deyəcəm 5 kiçik bərabərdirmi 5-dən? 5 5-dən kiçik bərabərdir? Bəli. 5 5-dən kiçik bərabərdir. Keçirəm indi yenə S hesablamağa. S nəyə bərabərdir? Bax, S-in əvvəlki qiyməti bax bu idi. Yəni 1 çıxılsın 3-də 1. Üstə gəlinsin k bölünsün i. Bax, k neçədir? 1. i də neçədir? 5. Elə bu formada saxlayırsınız. K da nəyə bərabər olacaq? K mənfi, k-nın qiyməti 1-dir də, bu da olacaq 1, mənfi 1. O zaman i-nin qiyməti yenə 2 vayd artıracağım, 5 idi, 5-in də üstünə 2 gələcəm, olacaq 7. 7, gələcəm şərtdə yoxlayacağım yerində. Əvvəlcə s-in qiyməti oldu 1 çıxılsın 3-də 1, üstə gəlinsin 5-də 1, k-nın qiyməti artıq oldu mənfi 1, i-nin də qiyməti oldu artıq 7. Gələcəm şərtdə deyəcəm ki, 7 kiçik bərabərdirmi 5-dən? Deyəcəm yox. Yox olan kimi artıq getdim çapa. Çapa gedirəmsə, çapa getmişəmsə, bu zaman nə olacaq? Artıq S yeni qiymət almayacaq da. S niyə yeni qiymət almır? Çünki artıq yox cavabına getmişəm də. Yox cavabına gedəndə olmayacaq. Demək, mənim misalım bu formadadır. Bax, mən bunu davam elətdirsəm var. Bu belə olacaq. Bax, S bərabərdir. Bax, 1 çıxılsın, 1 bölünsün 3. Üstə gəlsin 5-də 1. Daha sonra burada hər dəfə bax, görürsünüz, k mənfi müsbət. Bax, burada artıq k mənfidirsə, davam edib. Əgər mən n-ə 3 yox, n-ə versəydim 5, 10, 20, bax, olacaq da çıxılsın. 1 bölünsün tək ədədlər. Bax, bu əslində 1 idi. Düzdürmü? Bax,
1, 3, 5, sonra olacaq neçə? 7. Sonra təzən bu olacaq üstə gəlsin 1 bölünsün 9. Ta bu formada bir dəfə üstə gəl, bir dəfə çıxma. Bu variant da harda var? Hansı cavabda var? D, Y variantında. Aydındır? Bəli, müəllim. Başa düşmədi. Bir də yazın. Müəllimə biraz çətin kimi gəldi. Sən qoy bir dənə izahlayayım. Gözdən. Bir də izahlayacağım bunu. Buna aid Koderada var suallar. Bax, N-ə özümdən, lap bu dəfə 3 vermirəm, qoy verim, lap 5 verim. Bax, 5 versəm nə olacaq? Bax, S-in başlanğıc 5 versəm, bax, şərtim nə olacaq? Bunun yerinə 5 yazacağım. 2-ni 5-ə vuranda 10, bu da eləyəcək 9. Yəni, i çıxılsın 9 olacaq. I çıxılsın yox, daha i kiçik bərabərdir 9. Bax, bu şərti yoxlamalıyam mən hər dəfə. Bax, S-in başlanğıc qiyməti 0-dır. K-nın başlanğıc qiyməti 1-dir. I-nin də başlanğıc qiyməti 1-dir. Gəlirəm şərtə. Deyirəm ki, i 9-dan kiçik bərabərdir. Yəni, 1 kiçik bərabərdirmi 9-dan? Deyirəm, hə. 1 9-dan kiçik bərabərdirsə, o zaman nə olacaq? Bax, S-i yazacaqsınız. S nə olacaq? 0 üstə gəlinsin. Bax, bu S nə deməkdir? Bu S, K bölünsün, S üstə gəlinsin, K bölünsün I deməkdir də. K-nın qiyməti nədir? 1, 1 bölünsün 1. Qoy olsun bu şəkildə. Sonra K-nın qiyməti nə idi? Bax, K-nın qiyməti 1 idi. Onun qabağına mənfi qoyacağım. Olacaq mənfi, bax, bu 1. Bax, bu mötərizə üçün K-nın qiyməti. Bu mənə nə verəcək? Mənfi 1. I-nin də qiymətini 2 vaid artıracağım. 1 idi. Üstünə gələcəm 2-ni. Bu da olacaq 3. Bax, bu şəkildə. Növbəti addımda artıq S-in qiyməti nə oldu? 0 üstə gəlsin. Bax, 0 üstə gəlsin. 1 bölünsün 1. K-nın qiyməti artıq oldu mənfi 1. Bax, mənfi 1. I-nin də qiyməti 2 vaid artdı, oldu 3. Yenidən şərtdə yoxlayıram. Deyirəm ki, 3 kiçik bərabərdir 9-dan. Deyirəm, hə. Hə olanda S-in əvvəlki qiyməti nə idi? 0 üstə gəlinsin, 1 bölünsün 1. Artıq üstə gəlinsin. Nə? K nə idi? Mənfi 1 bölünsün 3. Bu da mənə nə verəcək? Bu da mənə verəcək 0 üstə gəlinsin. Bax, 1-i 1-ə böləndə olsa 1 eləyir də. Düzdür? 1 çıxılsın. Bu mənfi gələcək bu üstə gəlin yerinə. Olacaq 3-də 1. K-nın qiyməti mənfi 1 deyil. Bax, mənfi 1. Bax, bu K-nın qiymətidir. Bu da mötərizanın açanı mənə nə verəcək? Müsbət 1. I-ni də 2 vaid artıracam. 3-dür. Üstünə də 2 gələcəm. Olacaq 5. Növbəti addımda S-in qiyməti artıq nə oldu? S-in qiyməti oldu, bax, 0, üstə gəlsin 1, üstə çıxılsın 3-də 1. Daha sonra artıq K-nın qiyməti oldu müsbət 1, I-nin də qiyməti artıq oldu 5. Gəlirəm şərtdə yeni yoxlayıram. Deyirəm ki, 5 kiçik bərabərdirmi 9-dan? Deyəcəm, hə. Hə olanda artıq S-in qiyməti nə olacaq? S-in bu əvvəlki qiymətini gətirirəm, burada yerinə qoyacam. Olacaq, 0 heç yazmağın mənası yoxdur. 0-ın nəyin üstünə gələndə həmin ədədin özü olacaq da. Üstə gəl 1, çıxılsın 3-də 1, üstə gəlsin. Bax, K-nın qiyməti neçədir? 1 sürətdə. Çünki bizdə nədir burada? Bax, bizdə budur da. S bərabərdir. S üstə gəlinsin. K-nın qiyməti bölünsün I-dir. K-nın qiyməti 1-dir. I-nin də qiyməti artıq neçədir? 5-dir. Bax, bu formada. K-nın da qiyməti nə idi? K mənfi, bax, bu bunun mənfisi, bax, mənfisi. Bir də K-nın öz qiyməti. Öz qiyməti 1 idi də. Gətir, bu 1 də qoyacam bura. Bunun da açılışı mənə verəcək mənfi 1. I-ni də yenə 2 vaid artıracam. 5 idi. 5-in üstünə də 2 gələcəm. Olacaq 7. Növbəti addımda artıq S-in qiyməti oldu nə? 0 yazmayacam. 1 çıxılsın. Özü 0 yazmanın mənası yox. Heç vaxt cavablarda 0 üstə gəlsin olmur. Həmişə 0 oradan silinir. 1, çıxılsın 3-də 1, üstə gəlinsin 5-də 1. Artıq K-nın qiyməti oldu mənfi 1, I-nin də qiyməti oldu artıq 7. S-in də qiyməti artıq neçə olacaq? Yox, şərti əvvəlcə yoxlamadıq axı. Deyir 7 kiçik bərabərdirmi 9-dan? Deyəcəm, hə. O zaman S-in qiyməti, S-in bu əvvəlki qiymətini gətirəcəm, burada yerinə qoyacam. Çünki S üstə gəlinsində. Olacaq 1, çıxılsın 3-də 1, üstə gəl 5-də 1, daha sonra üstə gəl
K bölünsün. K-nın qiyməti -1-dir. I-nin də qiyməti olacaq 7. Bu da mənə nə verəcək? Bu mənə verəcək 1 çıxılsın 3də 1, üstə gəl 5də 1. Bu mənfi gəlib düşəcək qabağa, olacaq çıxılsın 7də 1. Bu zaman K-nın qiyməti olacaq -1. Bu da mənə verəcək müsbət 1-i. I-nin də qiyməti 7-dir. 7-nin də üstünə gələcəm 2-ni. Bu da mənə verəcək 9-u. Bu da verəcək mənə 9-u. Növbəti addımda artıq S-in qiyməti oldu 1 çıxılsın 3də 1, üstə gəl 5də 1 və çıxılsın 7də 1. Bunu yazdım. K-nın qiyməti artıq oldu müsbət 1, I-nin də qiyməti artıq oldu 9. Belədirsə, şərtdə yoxlayacağım ki, 9 9-dan kiçik bərabərdir. Deyəcəm, hə, o zaman S-in qiyməti nə olacaq? S-in əvvəlki bu qiyməti, yəni 1 çıxılsın 3də 1, üstə gəl 5də 1, çıxılsın 7də 1, üstə gəlsin 1 bölünsün I, K bölünsün I, yəni 1 bölünsün 9. Bu, K-nın qiyməti mənfi və K-nın 1 qiyməti. Bu olacaq -1. I-nin qiyməti yenə 2 vaid artıracam. Yəni 9-un üstünə gələcəm 2-ni. Bu da mənə verəcək 11. Növbəti addımda I-nin qiyməti 11-dir. Gələm şərtdə yoxlayıram. 11 kiçik bərabərdir 9-dan. Deyirəm yox. Yox olursa S-in demək ən sonuncu həlli nə idi? Bax bu. Bu olsa bu uzatdıqca davam eləyəcək. Əsas məndə nə olacaq? Həll budur. Bunun təyinatı odur da. Elə ki, birdən n plus 1-ə qədər ədədlər, tək ədədlərin yox, bu olacaq da. Bax, bunun təyinatı nədir? Bunun təyinatı budur. Mənfi K bölünsün. Mənfi K bölünsün. N plus 1-ə qədər ədədlər. Bunu tapacam. Bax, bu da harada var idi? Deyək, bax, burada. Y variantında. Bax, D variantı nə olmadı? Burada əvvəldə üstəgəl var idi. C variantı nə olmadı? Hamısı burada üstəgəl var. A-da da həmçinin üstəgəl. Xeyr, burada mənfi K həmişə gördünüzsə, bax, bir şey yadda saxlayın. Sizin hesablamamız bir dəfə mənfi, bir dəfə müsbət, bir dəfə mənfi, bir dəfə müsbət və yaxud da əksinə müsbət, mənfi, müsbət, mənfi. Yəni, nə olacaq? Ancaq eyni toplama, hamısı çıxma olmayacaq. Həmişə yerlərini dəyişəcək orada. Aydındır? Müəllimə. Əla. Növbəti sual. Sonra var mı sual? 63. 65 deməli. Necə? 65 elədi. Mən baxım 65-ə. Bəli. Bu da formadadır. Mən eləyən kimi cavabınızı toplayıb almayın da. Cavabınızı saxlayın yerində, apan qoyun digərində yerinə. 65 biraz fərqlidir. Öz 65 səhv etmirəmsə qəbula düşmüş sualdır. Əvvəlki illərdə düşmüş. Ya qəbul, ya OTK harasa var idi bu sual. 63-ü soruşdunuz məndən. Bəli, 63-də var, 65-də. 63-də nə deyir? Bax, 63-də bir bura fikir verin. Deyir ki, 6, 11, 16 bu ədədlərin cəmi. Bax, necə artır bu ədədlər? 6-dan bax, 5 artıb da elə bir, hə? Bax, n-in başlanğıc qiyməti nədir? 6. S-in də başlanğıc qiyməti 0-dır. S-in başlanğıc qiyməti 0-dırsa, demək, burada həmişə yadda saxlayın. S üstə gəlinsin, burada nə var? N var. Düzdür? S üstə gəlinsin, N var. Bax, bunu gəlin belə gedək, yaxşı başa düşək. Bax, n-in başlanğıc qiyməti nədir? N-in başlanğıc qiyməti 6-dır. S-in də başlanğıc qiyməti 0-dır. A-nın da başlanğıc qiyməti neçədir? 5-dir. Bax, məndə fikir verin, ən sonda neçədə dayanmışam mən burada? Bax, ən sonuncu qiymətimiz nədir? 206-dır. Düzdür? Mən bura şərt qoymalıyım. Mənim şərtimdə, nədən başlamışam? 6-dan başlamışam 206-ya qədər. 6-dan başlayıb 206-ya getmişəmsə, demək, mən burada özümdən şərt düzəltəm, belə yazarım. Yazıram ki, n-dən, n kiçikdir, nədən? Nədən kiçikdir? 206-dan. Yəni, burada kiçikdə də ola bilər və ya da kiçik bərabər də ola bilər. İkisi də ola bilər.
İndi bunu necə müəyyən eləyəcəm? Hansı olacaq? İndi bax, bunu bu hissədən müəyyən eləyəcəm ki, baxın, ya şərtimiz en kiçikdir 206 ola bilər və yaxud da şərtimiz en kiçik bərabərdir 206 ola bilər. Bax, ikisindən biri də ola bilər. İkisi də ola bilər. İndi hansı olduğunu hardan bilirəm? Bax, burada birinci hesablamaya baxın. Neyini? Bax, hər hansı bir burada şərt qoyacağım. Tutaq ki, şərtin yerinə qoyuram ki, n kiçikdir 206-dan. Hələ o digər şərti qoymuram. Bu olsa, deyirəm ki, 6 206-dan kiçikdir, deyirəm hə. Hə olanda, yaxşı. Bax, burada hər dəfə 5-5 artır da n-in qiymətləri. Çünki 6-nın üstünə 5 gələndə 11 eləyir, 11-in üstünə 5 gələndə 16 eləyir. Sonra növbəti addımda bu 21, 26 formada gedir də. Bax, S başlayan ki, birinci qiymət 6-dan başlayıb. S başlayan ki, birinci qiymət 6-dan başlayıbsa, demək burada yazıb ki, S bərabərdir, S üstə gəlsə n olmalıdır. Çünki 0-ın üstünə 6 gələndə cavab eləyəcək 6, düzdür. Növbəti addımda da artıq mən n-in qiymətini artırmalıyam ki, dövrə qayıda bilim yuxarı. N-in də qiyməti nə qədər artır? 5% artır da. Yəni, n-in üzərinə 5 gəlməliyəm. Məndə burada hazır a-nın qiyməti 5-dir də. Bu nə deməkdir? Bu o demək ki, artıq n-in üzərinə mən gəlirəm a-nı. N-in üzərinə 5 yox, a. Əgər bu hissə verməsəydi, bu olmasaydı, o zaman yazacaqdım ki, n üstə gəlsin 5. Amma hazır məndə a-nın 5-i a-la göstərib də. Bax, bu hesablamanı getsəm. Əgər mən burada S bərabərdir, S üstə gəl n də bərabərdir, n üstə gəlsin a-la getsəm, görək alacağımı cavabımı? 2 dənə dövr gedək. Artıq buradan alacağım ki, 6 üstə gəlsin 5, bu mənə verəcək 11. Demək, n-imin qiyməti oldu 11, S-in qiyməti oldu 6. A-nın qiyməti olsa heç vaxt dəyişmir, çünki A heç yerdə hesablama getməyəcək burada. Yenə şərtdə qoyuram yerinə, deyirəm 11 kiçikdir 206-dan, deyəcəm hə. Hə olacaqsa, S-in qiyməti nə olacaq? S üstə gəlsin, n-la getsəm, n-in qiyməti, S-in əvvəlcə qiyməti 6 idi, 6-nın üstünə gələcəm n-in qiymətini, yəni 11-i, n-i də 5% artırsam, yəni n-in üzərinə a gəlsəm, 6-nın da üstünə, 6 yox, 11-in üstünə də 5 gəlsəm, bu da mənə verəcək 16. Aydındır bu hissəyəcəm. Bax, görürəm ki, bu 2 hissəni aldım. Bax, bu 2 hissəni aldım. Düzdür? Bu formada da var. Hər dəfə bu, demək, mən neyniyəcəm? Hər dəfə mən bu n-in qiymətləri də bunlar, bax, bunlar n-in qiymətləri. Hər dəfə bunları mən 5% artırıb üstlərinə gələcəm. Bu olacaq 16, daha sonra 21, ta neçəyə qədər gedəcəm? 206-ya qədər. Yaxşı, indi əsas məsələ qaldı burada. İndi mən burada n kiçikdir 206-nı götürməliyəm, yoxsa kiçik bərabərdir 206-nı götürməliyəm. Onu təyin eləmək üçün bir siz nəyə fikir verin? Əgər sizdə bunların ikisinin yeri dəyişik olsaydı, bu iki hesablamanın yeri dəyişik olsaydı, yəni birinci n-i 5% artırıb sonra toplasaydı, olacaqdı nə? Olacaqdı, bax, bu hissə. Kiçik bə. Yox, məndə birinci toplama, daha sonra ədədimi artırma gedibsə, o zaman olacaq nə? Kiçik bərabərdir isə. Burada hansı variantda var? Bax, 5 olanı silirəm, çünki 5-i artıq A-nam orada verib. Variantlara baxaq. Bax, 5 olanları artıq silirsiniz. 5 olanları siləcəm ki, çünki mən artıq burada 5-i artıq özü avtomatik vermişdi. S-in üzərinə 6 gəlmirəm. Xeyr, S-in üzərinə n-i gəlməliyəm. S-in üzərinə A-nı da gəlmirəm. Bunlar da getdi. Qaldı C ilə A variantı. C ilə A variantı biri kiçik bərabərdir, biri bərabərdir. Dediyim kimi, bax, bir halda belə verə bilərdim. S bərabərdir, S üstə gəlsə n, sonra n bərabərdir, n üstə gəlsə 6. Bu birinci halındır. İkinci halda əgər verə bilərdi ki, n bərabərdir, n üstə gəlsin 6. N üstə gəl 6 olanda sənin ədədin, bax, sənin ədədin n üstə gəl 6 olsaydı, o zaman sənin bu S-in var ya, toplamaq. Bu toplama 6-dan yox, daha başlayacaqdı 11-dən. Belə olacaqdı. 11 üstə gəlsin 16 bu formada gedəcəkdir. Ona görə də mən heç vaxt nə ilə gedə bilmərəm? Bu ikinci haldan getməyə mümkün deyil. Mümkün deyil də 206-da dayanıramsa, demək burada cavab olacaq kiçik bərabərdir. Aydındır? Bəli, müəllimə. Sonra 65 idi, səhv etmirəmsə. Növbəti sual. Buracan izahlar aydındır hər kəsə. Bunu yaxşı başa düşmək üçün bunları bir də işləmək lazımdır, uşaqlar.
Alqoritmi bir dəfə işlədim, qurtardım, onun iş həll olmur. Çünki siz bunu təyinat stansiyasını qurmalısınız deyə. Sən bu alqoritmi elə yaxşı dərk eləməlisən ki, mən artıq onu əksinə çevirə bilim də. Aydındır? Mən necə sizə izah edirəm, deyirəm bu olsaydı bu olardı. Siz onu artıq özünüzə deməlisiniz. Bax, burada nə olacaq? Burada x-a özümdən qiymət verməyəcəm. Niyə verməyəcəm? Çünki burada görsə elə birbaşa x-lar işlənir burada. Mən x-a qiymət bilirsiniz niyə görə vermirəm? Çünki məndə burada şərtdə deyir ki, i kiçikdir 5-dən. Bayaq fikir verdiniz uşaqlar, orada e-nin qiyməti gəlib şərtdə istifadə olunmuşdu. Düzdür, e-nin qiyməti. Şərtdə əgər burada hər hansı bir məlum olmayan dəyişən, qiyməti olmayan dəyişən istifadə olunursa, mən ona özündən qiymət 3-dən 5-dən verəcəm ki, misalın alqoritm müəyyən qədər davam eləsin də, dövr eləsin. Dövrümü müəyyənləmək üçün. Amma burada heç dövrü müəyyənləməyə ehtiyac yoxdur, yaxud çünki artıq özü verir burada. Bax, i-nin başlanğıc qiyməti nədir? 0-dır. S-in də başlanğıc qiyməti 0-dır. Gəlirəm şərtə. Şərtdə mənə deyir ki, i kiçikdir 5-dən. i 5-dən kiçikdirsə, yəni bu nə deməkdir? Yəni 0 kiçikdir 5-dən. 0 5-dən kiçikdir, deyirəm hə. Hə olanda gedirəm S-ə. S-də mənə nə qarşılayır? S-də mənə qarşılayır ki, S vurulsun i. S vurulsun i ilə nə deməkdir? S-in qiyməti 0-dır, i-nin də qiyməti 0-dır. 0-ı 0-a vuranda olacaq 0. Düzdür? Növbəti addımda i-dir. i-də nə deyir? i-nin qiyməti 0 idi da. 0-ın üzərinə gəlirəm 1-i, artıq oldu 1. S də nəyə bərabərdir? S üstə gəlsə x vurulsun x. S-in qiyməti artıq nədir? 0-dır. O sələ əvvəldə 0 idi. 0 üstə gəlsə x vurulsun x, bu mənə birbaşa verəcək x kvadratını. Təzədən qaydıram yuxarı dövrə. Artıq i-nin qiyməti oldu 1. Kim deyir, bu neçə dəfə dövr eləyəcək? S-in qiyməti oldu x kvadratı. Dövrün sayını əvvəldən deyə bilərsiniz mənə. i, burada olacaq. 4 dənə. Niyə? 5-dən balaca olmaq üçün 4 Hansı dənə qiymətdə rəqəm. dayanacaq? i-nin hansı qiymətində mən yoxa gedəcəm? 5-də. i-nin 5 qiyməti. i-nin qiyməti neçədən başlayır? İlk qiyməti. 1-dən. Yox, i-nin Yox, 0-dan. buradan. i-nin ilk qiyməti. Sıfırdan başlayıbsa, demək 0, 1, 2, 3, 4. Buradan gedəcəm. Neçə dəfədir? 5 dəfə. 1-dən başlasaydı 4 dəfədir. 0-dan başladığıma görə 5 dəfə olacaq. Demək nə olacaq? Deyəcəm ki, 1 5-dən kiçikdir. Deyəcəm hə. Hə olanda S-in qiyməti nə olacaq? S-in qiyməti x kvadratı idi. X kvadratını vuracam i-nin qiymətinə, yəni 1-ə. Bu da mənə verəcək yerə x kvadratının özünü. i-ni də 1 vahid artıracam. 1-in üstünə də 1 gələcəm. Bu mənə verəcək 2-ni. S-də nə olacaq? S-də nə deyir? Deyir ki, S-in üzərinə gəl x kvadratını. Bax, bu birbaşa bu deməkdir də. S bərabərdir. S üstə gəlsin x kvadratı. Demək olacaq x kvadratı üstə gəlsin x kvadratı. Bax, bu şəkildə. Keçdim növbəti addıma. i-nin qiyməti artıq oldu 2. S-in də qiyməti oldu x kvadratı üstə gəlsin x kvadratı. i-nin qiyməti neçədir? 2-dir də. Olacaq 2 5-dən kiçikdir. Deyirəm hə. Hə olanda S bərabərdir. S-in qiyməti nədir? S-in də bax, əvvəlki qiyməti bax budur da. Yəni olacaq x kvadratı, üstə gəl x kvadratı. Bax, burada vurma var deyə, S vurulsun i-dir deyə. Vurmaya görə artıq mən bunu mörtəciyə almalıyam və vurmalıyam bunu i-nin qiymətinə, yəni 2-yə. Aldım. i də bərabər olacaq neçəyə? i-nin qiyməti 2 idi. 2-nin üstünə 1 gələndə olacaq 3. S-in də qiyməti nə oldu? S-in bax, qiyməti artıq bax budur. Yəni x kvadratı, üstə gəl x kvadratı, vurulsun 2 və üstə gəlinsin nə? Üstə gəlinsin bax x kvadratı. Burada üstə gəlinsin x kvadratı. Növbəti addımda i-nin qiyməti artıq oldu 3. i-nin qiyməti 3 olanda S-in də qiyməti artıq oldu nə? X kvadratı, üstə gəl x kvadratı, vurulsun 2, üstə gəlinsin x kvadratı. Gəlirəm şərtə. i-nin qiyməti 3-dür də. Deyirəm 3 5-dən kiçikdir. Deyəcəm hə. Hə olanda S bərabərdir nə? S bərabərdir. S-in əvvəlki qiymətlər nə idi? X kvadratı, üstə gəl x kvadratı, vurulsun 2, üstə gəl x kvadratı. Vurma olduğu üçün bu hissəni ümumi mörtəciyə alacam. Vuracam i-nin qiyməti, yəni 3-ə. i də yenə 1 vahid artacaq. 3 idi. Üstünə gələcəm 1-i, olacaq 4.
S-də də nə edəcəm? S-in üzərinə gələcəm x kvadratını. S-in qiyməti nə idi? S-in qiyməti artıq bax budur. Yəni olacaq x kvadratı üstə gəl x kvadratı vur 2 üstə gəl x kvadratı vur 3 və üstə gəl x kvadratı. Növbəti pillədə artıq i-nin qiyməti oldu 4. S-in də qiyməti olacaq nə? S-in də qiyməti oldu x kvadratı üstə gəl x kvadratı vurulsun 2 üstə gəl x kvadratı vur 3 üstə gəl x kvadratı. Bu zaman nə olacaq? Yoxlayacam ki 4 5-dən kiçikdir. Deyəcəm hə olanda s-i yenə vuracam i-yə. Yəni s-i i-yə vuranda s-in əvvəlki qiymətləri nə idi? X kvadrat üstə gəl x kvadrat vur 2 üstə gəl x kvadrat vur 3 üstə gəl x kvadrat. i-yə vurduğuma görə bunu alacam yenə ümumi bir mötərizəyə vuracam bunu 4-ə. i-ni də bir vahid artıranda 4 idi. 4-ün üstünə də 1 gələcəm. Olacaq 5. 5 olanda artıq s-in də qiyməti nə olacaq? S-in üzərinə gələcəm x kvadratına. Yəni s-in əvvəlki qiymətləri x kvadrat üstə gəl x kvadrat vur 2 vur 2. Bir dəqiqə, bunu mötərizə almışam burada. O da vurulsun, üstə gəlsin x kvadrat. Bir dəqiqə, bunu mötərizəyə almalı deyiləm axı. Bir dəqiqə, bunu da mötərizəyə almışam. Üstə gəl, sonra bunu vuracam 3-ə. Bunun üstə gələcəm x kvadratını. Bunu vurmuşam 4-ə. Bunun üstünə gələcəm x kvadratına. Bax belə. Bunu uzatsız, axıra sonsuza qədər gedəcək onsuz da. Sonsuza qədər getməyəcək. I-nin qiyməti 5. Bu 5-dir deyə 5-də dayanacaq. Bu 5 olmayaydı. Yeni bir n-dən zaddan versəydi. Uzana geçəcəkdi. Aydındır? Bəli, müəllimə. Harada var bu cavab? Cavab var mıydı burada? Harada var idi? Cavab deyim. Bax, bu olmayacaq. C variantı avtomatik gedir burada. Çünki bizdə x kvadratlardır. B gedəcək, 1 üstə gəl x kvadratı olmaz. D də gedəcək, 1 üstə gəl x kvadratı olmaz. Y də gedəcək, 1 üstə gəl x kvadratı olmaz. Cavab olacaq A variantı. Növbəti sual. Yetmiş var. 66 da var. 66 o var. Mən elbəm hamıda var. Çünki o fərqli sualdır. 76. 70. 70 sadə sualdır. Bu necə yaza bilmərsiniz? X-in qiyməti 12, qiyməti 8-dir. Gəlirəm şərtə. Deyirəm ki, 12 8-dən böyükdür. Deyirəm hə. Hə olursa demək baxıram həyə. Hədə nə deyir? Z bərabərdir. Z bərabərdir. Y-in qiyməti neçədir? 8. 8 vurulsun. 3 bölünsün 12. Bunlar ixtisar gedir 4. 4 ilə də bu ixtisar gedir 2. Cavab oldu 2. Bu niyə yazmışsınız ki? İxtisarı yəqin səhv olmuş. Sonra növbəti 71 düz çıxır. Yox. Obyekt dairələdiyim sualı kimsə yazmışdı. Demək, A-nın qiyməti 28-dir. B-nin də qiyməti 6-dır. Gələm şərtə. Şərtdə nə deyir? Deyir ki, A kiçikdir B-dən. Deyirəm ki, 28 6-dan kiçikdir. Deyirəm, yox. Yox olan kimi sıracı mənə qarşılayır riyaziyyat. Bax, bu isə bilirsiniz nədir? Bu isə o demək ki, riyaziyyat sözü burada çapa gedir. Demək, burada riyaziyyat sözü çapa getdi. Çapa gedəndə B-ni 5 vahid artıracam. 6 idi, üstünə gələcəm 5-i. Bu eləyəcək 11. A-nı da 2 vahid artıracam, azaldacam. 28-dən də 2 çıxacam. Bu da mənə verəcək 26-nı. Növbəti pillədə
Artıq A-nın qiyməti oldu 26, B-nin də qiyməti oldu 11. Deyəcəm A kiçikdirmi B-dən? Yəni 26 11-dən kiçikdir. Deyəcəm yox. Yox olanda yenə mənə qarşılayan riyaziyyat sözüdür. Riyaziyyat sözü yenə çapa gedəcək. Çapa gedəndə yenə B-ni 5% artıracam. 11-in üzərinə gələcəm 5-i, eləyəcək 16-nı. A-nı da 2% azaldacam. 26-dan da çıxacam 2-ni, eləyəcək 24. Növbəti sualda, hissədə A-nın qiyməti artıq oldu 24. B-nin də qiyməti oldu artıq 16. Yenə yoxlayacam ki, 24 16-dan kiçikdir. Deyəcəm yox. Yox olanda yenə riyaziyyat sözü getdi çapa. Riyaziyyat sözü çapa gedəndə yenə B-ni 5% artıracam. 16-nın üstünə 5 gələcəm, eləyəcək 21. A-nı da 2% azaldacam. 24-dən də 2 çıxacam, eləyəcək 22. Növbəti pillədə A-nın qiyməti artıq oldu 22. B-nin də qiyməti oldu 21. A çıxılsın B. Yəni 22 çıxılsın 21. Deyəcəm yox. Yox olanda yenə riyaziyyat gedəcək çapa. Çapa gedəndə B də olacaq. 21-in üstünə gələcəm 5-i, eləyəcək 26. A-da 22-dən də 2 çıxacam. Olacaq 20. Növbəti addımda A-nın qiyməti oldu 20. B-nin də qiyməti oldu 26. Deyəcəm ki, 20 26-dan kiçikdir. Deyəcəm hə. Hə gedəndə artıq bir dənə yenə riyaziyyat sözü burada gedəcək çapa. Məndən soruşur ki, neçə dənə riyaziyyat sözü çapa gedəcək? 1, 2, 3, 4, 5. 5 dəfə. Aydındır? Bəli. Sonra növbəti. İsmail, sualın var? Yox, deməlim o burada. Sonra kimin sualı var? Hələ ancaq mən səhv eləmişəm. Olsun da. Sonra başqa sual varmı? 82-yə də baxaq. Hı-hı. Deyir, A-nın qiyməti 2-dir, B-nin qiyməti 3-dür. Deyir, 2 3-dən böyükdür. 2 3-dən böyükdür. Deyəcəm nə? Yox. Yox olursa demək hə, yox, yox, baxacam yoxa. O zaman x-in qiyməti olacaq nə? B-nin qiyməti. Yəni x-in qiyməti demək x bərabər oldu artıq 3-ə. Gəlirəm növbəti şərtə. Deyirəm ki, 3 böyükdürmü 4-dən? 3 4-dən böyükdür. Deyirəm yox, həyə baxmayacam, gedəcəm yoxa. O zaman x də bərabər olacaq C-nin qiyməti 4-ə. Bu misalın təyinatı bilirsiniz nədir? Daxil edilmiş ədədlərdən ən böyüyünü çapa vermək. Daxil edilmiş ədədlər içərisində ən böyüyünü tapır. 78. Hı. 78-də demək, bizə deyir ki, x dəyişənin 15 qiymətini alırsa. Demək, bax, bu hissədə 15. Bax, bunu rahat işləmək üçün belə də yaza bilərsiniz. Keçən dəfə də demişdimsə, x bərabər 8, x bərabər, yuxarıdan aşağıdan yuxarı, bax, bunları belə yan-yana yazacağam ki, aparıb yerinə qoyanda çaşmayasınız. X də bərabərdir, y üstə gəlsin 5. Bax, yazdım. Bax, bu 15 qiyməti, bax, bunun qiymətidir. Yəni, bu nə deməkdir? Yəni, 15 bərabərdir, x üstə gəlsin 8. Bax, buradan x istədiyi üçün mən demək, buradakı x-i də aparıb buraya yerinə qoymalıyam. X də bərabərdir neçəyə? 7. Bax, bu 7-ni qoyacam yerinə. Olacaq 7 bərabərdir, x üstə gəlsin 4-ə. X də bərabərdir neçəyə? 3-ə. Bax, bu 3-ü də gətirib qoyacam burada yerinə. Bu olacaq 3 bərabərdir, x bölünsün 2.
X də bərabərdir 6-ya. 6-nı da gətirəcəm yerinə burada qoyacam. 6 da bərabərdir. Y üstə gəlsin 5-ə. Y də bərabərdir 1-ə. Aydındır? Bəli. Növbəti sual. Qaldı mı suallarınız? Seksen dokuz müəllim. Səsən 9-a A-nın qiymətidir 5-dir. Və A-nın qiyməti verir 5. Demək, A-nın qiyməti 5-dir. S-in də qiyməti 0-dır. B-in də qiyməti 19-dur. Şərtdə nə deyir? Deyir, A B-dən kiçikdir. Yəni 5 19-dan kiçikdir. 5 19-dan kiçikdir. Deyirəm, hə. Hədirsə, demək, hə olanda bu hissəni yerinə yetirəcəm. O zaman A-nı 4 vahid artıracam. 5-dir, üstünə gələcəm 4-ü, eləyəcək 9. B də bərabərdir. B çıxılsın 1. Yəni 19-dan da çıxacam 1-i. Bu da eləyəcək 18. S də nəyə bərabərdir? Deyir, S üstə gəlsin 2 vurulsun A. S-in qiyməti nədir? S-in qiyməti bizdə 0-dır. 0-ın üstünə gələcəm 2-ni də A-ya vuranda. A-nın da qiyməti neçədir? A-nın da qiyməti artıq 9-dur da. Bu da bizə verəcək 18-i. Növbəti hissədə artıq S-in qiyməti elədi 18, A-nın qiyməti 9, B-nin də qiyməti 18. Gələm şərtdə yerinə yoxlayıram. Deyirəm, A B-dən kiçikdir, 9 18-dən kiçikdir. Deyirəm, hə. Hə olanda A-nı 4 vahid artıracam. 9-un üstünə gələcəm 4-ü, eləyir 13. B-ni 1 vahid azaldanda 18-dən çıxacam 1-i, eləyəcək 17. S-də də nə edəcəm? S-in əvvəlki qiyməti 18-dir. 18-in üzərinə gələcəm 2A-nı. Yəni 2 vurulsun 13-ü. Bu da bizə verəcək 18 üstə gəl 26. O da neçə eləyəcək? 36 44. Bu da olacaq 44. Növbəti addımda artıq S-in qiyməti elədi 44. A-nın qiyməti elədi 13, B-nin də qiyməti elədi 17. Şərtdə deyir ki, bizə, bax, bizə burada şərtdə nə deyirdi? A kiçikdirmi B-dən? Yəni 13, 17-dən kiçikdir. Deyirəm, hə. Hə olsa, A-nın qiymətini 4 vahid artıracam. 13-dür. 13-ün üstünə 4 gələcəm. Eləyəcək 17. B də 17-dir. 1 vahid azaldacam. Eləyəcək 16. S-də də nə edəcəm? S-in əvvəlki qiyməti 44-ün üstünə gələcəm, A-nın 2 qatını, 2 vurulsun 17-ni. Yəni 44 üstə gəlsin 34, o da eləyəcək 78. Cavab aldıqmı? Bir də dövrə qaydaq. S-in qiyməti oldu 78, A-nın qiyməti oldu 17, B-nin də qiyməti oldu 16. Şərtdə yerinə qoysam, 17 16-dan kiçikdir. Deyəcəm, yox. Yox olanda S-in qiymətini istəyir, o da olacaq 78. Aydındır? Başqa sual? Aydın müəllim, aydın. Başqa hansı sual qaldı? 90-ı kim qurub? 90, 91. Kimlər yazıb onları? Doksan, 91-i yazan var. Mən yazmışam. Yazmısan? Yox, mənim axırda çətin idi. Kim qurub başqa? 90-da bax, biz demişdik, necə işləyirsiniz bu sualları? Birinci bunları ödəyən qiymətlərə baxacağız. Bax, X5-dən böyüksə hansı qiymətlər alacaq? Alacaq 6, 7, ta müsbət sonsuzluğa qədər. X1-dən kiçiksə, alacaq mənfi sonsuzluq və 0-a qədər. 1-5 aralıqsa, bu alacaq 2-ni, 3-ü, 4-ü, bir də 5-i. Düzdür? İndi başlayıram birinci şərti yazmağa.
Birinci şərti quranda demək x böyükdür 5-dən. X 5-dən böyükdür deyirəm hə. Hə olan zaman bu yerinə yetirəcək nəyi? X kvadratı üstəgəl a-nı. Bax bunu yerinə yetirəcək. Yox cavabı alanda isə x 5-dən böyükdür. Hə. Bu alacaq 6-dan ta müsbət sonsuzluğa qədər. Yox cavabını alanda isə, yəni yox cavabı nə demək? Yəni x 5-dən böyük deyil. 5-dən böyük deyilsə, bu alacaq mənfi sonsuzluq, daha sonra 0, 1, 2, 3, 4 və 5-in özünü də. Çünki 5 5-dən böyük deyil. Bu zaman indi bura fikir verirsiniz. Mənim burada 2 dənə şərtim var. Bax, 0-dan mənfi sonsuzluğa qədər olan, bax bunun şərti idi. X kiçikdir 1-in şərti idi. 2-dən 5-ə qədər olan isə, baba bu hissə isə nəyin şərtidir? Bu hissə isə 1 kiçikdir x, kiçik bərabərdir 5-in. Bax, yerdə bir dənə nə qaldı? 1 qaldı. Ona görə də bax, birsiz nə edəcəm? Mən burada bir dənə şərt quracağam. Bu şərtdə yazacağam ki, x kiçikdir 1-dən. X kiçikdir 1-dən desəm, hə desəm, bu mənə verəcək mənfi sonsuzluqdan 0-a qədər ədədləri. Burada hansı hesablamanı yerinə yetirəcək? Bu yerinə yetirəcək x kubu üstə gəlsin 3a-nı. Əgər mən yox cavabını versəm, bu yox cavabını ödəyəcək, bax bu hissəni 1-dən ta 5-ə qədər. Yəni 1-i, 2-ni, 3-ü, 4-ü, 5-i. Məndə də sonda 2-dən 5-ə qədər olan ədədlər var. Bax bu hissə var, amma 1 yoxdur. Ona görə də mən məcburam ki, 3-cü şərtimi də mən qurum ki, o 1 ora aid olmasın. Bu da olacaq 1 kiçikdir x, kiçik bərabərdir 5-dən. Burada hə cavabını versəm, bu da yerinə yetirəcək nəyi? X üstü 4, üstə gəlsin 2a-nı. Demək, 2 dənə şərt bloku olacaq, 3 dənə. Aydındır? %91 özünüz qura bilərsiniz. 91-i kim deyər mən qurum? %91-də burada hansı qiymətlər ödəyir? X ondan böyüksə hansı qiymətlər ödəyəcək? Ondan çox olur da orada. Yəni hansı qiymətlər? Ondan yuxarı. 11 müsbət Neçə? 11 müsbət sonsuzluq. 11 ta müsbət sonsuzluğa kimi. Bəs bu hissədə hansı qiymətlər ödəyəcək? 0 olurdu müəllim. Mənfi sonsuzluğun 0. Mənfi sonsuzluq. 0 aiddirmi ora? Bəli müəllim. Bəs bu üçüncü hissəyə hansı qiymətlər aiddir? 1-dən 10-a kimi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bir də 10. Yaxşı, birinci hansı şərti qurmalıyam? X kubu üstə gəl 5-i. Yox, şərt deyəndə bunlara baxın. Bax bu hissəyə. Şərt bunlardır. Yəni x böyükdür 10-u. X böyükdür 10-u qursan. Hə cavabında nə olacaq? Hə deyəndə hansı qiymətlər ödəyəcək? Yəni x ondan böyüksə nə olacaq? X ondan böyüksə, yəni 11-dən müsbət sonsuzluğa qədər. Düzdür? Bu zamanda hansı hesablamanı yerinə yetirəcək? X kubu üstə gəl 5-i yerinə. Bəs yaxşı, yox cavabını versəm hansı qiymətlər ödəyər? Yəni x ondan böyük deyilsə, onda hansı qiymətlərdir? X üstü 4 üstə gəl 7. Yox, x ondan böyük deyilsə, yox cavabını versəm, x hansı qiymətlər alar? 1-dən 10-a can. Təkcə 1-dən 10-a can. Mənfi sonsuzluğa Mənfi sonsuzluq ikisi də aiddir də. Mənfi sonsuzluq 0 ta 10-a kimi. Onun özünə aiddir. Düzdür? İndi burada şərt qura bilərəm, yoxsa hələ birbaşa nəsə yaza bilərəmmi? Şərt lazımdır. Hansı şərti qura bilərəm?
Burada demək bir dənə şərt quracağam. Fərqi yoxdur. Lap üçüncü şərti quracağam. Bax, 1 kiçik bərabərdir x-dan, o da kiçik bərabərdir 10-dan. 10-dan. Əgər burada hər cavabını verirəmsə, hər cavab hansı qiymətlər olacaq? 1-dən ta 10-a qədər. Yəni bu zaman hesablayacaq nəyi? Hesablayacaq x kubu üstə gəlinsin 2-ni. Yox, əgər mən yox cavabını verirəmsə, o zaman bax, bu hissəni, yox, bu hissəni yox. Daha bu hissəni işlətdim mən hər cavabında. Düzdür? Yerdə qaldı hansı hissə? Bu hissə. Bu hissə də gedir hara? Yox cavabına. Yox cavabını da ödəyən bax, hansı şərtdir? Bax, bu ortadakı şərt. Yəni, birbaşa da o şərti yazmağa ehtiyac yoxdur. Çünki burada artıq olacaq mənfi sonsuzluqdan 0-a qədər. Bunu da birbaşa elə mən yazacağım. x-4 üstə gəl 7-də. Yəni, ümumilikdə oldu neçə dənə şərt? 2 dənə şərt. Aydındır? Bəli, müəllim. Başqa qaldı mı suallarınız, yoxsa elə bu qədərdir? Yazmısınız mı bundan sonrasını?